Ötən il olmuşdur. 3127 müəllimin maaşına isə 35% əlavə olunmuşdur. Müəllimlərin çox kiçik bir qismi isə, yəni 22% müəllim sertifikasiya imtahanlarının ilkin mərhələsində uğur qazana bilməmişlər. Həmin müəllimlərin iş yeri bir il müddətinə saxlanılmaqla onlara yenidən, yəni təkrar sertifikasiyada iştirak etmək hüququ verilmişdir. Yəni keçən il uğurlu olmayan ibtidai sinif Nəzərə alsaq ki, həmin müəllimlər müxtəlif rayonlarda, ucqar kəndlərdə yaşamaqdadır. Yəni biz bunu da nəzərə almışıq. Təlimlərin əlçatanlığını təmin etmək üçün müəllimlərin yaşayış yerlərinə yaxın ərazilərdə, mərkəzlərdə həmin təlimlər təşkil olunacaqdır. Ona görə də aprelin 1-dən 53 mərkəzdə təlimlərə start veriləcəkdir. Bu təlimlər ibtidai sinif səviyyəsində riyaziyyat və Azərbaycan dili fənninin məzmununu əhatə edəcəkdir. Qeyd edək ki, Təhsil İnstitutunun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsil verənlərə dəstək məqsədi ilə keçirilir.